Mirvarid Dilbazinin qızı Xatirə xanım buradadır. Xatirə xanım, xoş gəlmisiniz. Sizi eşidək. Var olun mənim əzizim. Nə yaxşı ki, hər zaman bizimlə bərabərsiniz. Çox minnətdaram. Öz təşəkkürümü bura gələn insanlara bildirmək istəyirəm ki, siz əziyyət çəkib gəlmisiniz. İnsanlar hərdən xoşbaxtlığı axtarırlar. Amma xoşbaxtlıq həmişə olmur, o anlarla olur. Məsələn, bugün mən çox özümü həddindən artıq xoşbaxt hiss edirəm. Ona görə ki, bugünkü günü siz elə bil ki, anamı mənə təzədən qaytardınız. Mən bir daha hiss elədim ki, doğrudan mənim anam həmişə deyərdi ki, sən təkcə mənim evladım deyilsin, bütün elin evladları, oğlanları, qızları, hamısı mənim evladlarımdır. Mən əvvəla bizim dövlətimizə təşəkkürümüzü bildirmək istəyirəm. Xüsusən hörmətli prezidentimiz İlham Əliyev cənablarına, Mehriban xanım Əliyevəyə. Bir də mən onu demək istəyirəm ki, biz bugün ona görə xoşbaxtıq ki, biz burada yığılmışıq. Dünya nə üstündədir? Hər yerdə müharibələr gedir. Biz gör nə qədər xoşbaxtıq ki, bizi qoruyur bizim ordumuz. Allah onların canını sağ eləsin. Allah şəhidlərin qarşısını, valideynlərin qarşısında mən baş əyirəm. Mənim aləmimdə şəhidlər sağdılar. Onlar getməyiblər bu dünyadan. Onların hər qanı elə bil ki, bir qızıl gül ləçəyidir. Mən arzu eləyirəm ki, bizim qazilərimiz tezliklə ayağa dursunlar. Və mən yenə də demək istəyirəm ki, mən ona görə xoşbaxtam ki, Güllü xanım əziyyət çəkib. O bu günləri bizi hamımızı bura yığıbdır. Xüsusən məni də yadından çıxartmayıbdır. Çünki hərdən olur da o uzaqlaşırıq, yağış yağır, qar yağır, Güllünün yolu uzaq, bizim yolumuz yaxın. Güllü xanım, mən sizə can sağlığı, mən sizə xeyir dua verirəm ki, Allah eləsin ki, həmişə buranın işığı yansın, buradan daha gözəl yerləriniz olsun. Çox sağ olun ki, siz bu milləti yığmışsınız bura. Çox sağ olun. Çox sağ olun Xatirə xanım. Mirvarid Dilbazi yazır ki, ayrılığın nə dəhşətdir Xatirə. Ürəyimi bir od yaxıb yandırır. Onun adı məhəbbətdir Xatirə. Var olun Xatirə xanım. Sonra bir söz də demək istəyirəm ki, yəni ki, insan çox qəribə bir məxluqdur. O yadında saxlamalıdır ki, hər anın, hər saniyənin bir hökmü var. Məsələn, mən elə bilirdim ki, mən 59 il anamı yeganə evladı idim. Çoxsa onu bilmirlər. Çünki o vaxtı televiziya gəlib anamı çəkəndə mən idim, anamın 2 dənə nəvəsi, 3 dənə nəticəsi var. Anam xoşbaxtdır ki, bunları hamısını görübdür. 59 il mənim elə bilirdim ki, dünya çəhrayı rəngindədir və insan əlindəkinin qiymətini bilməlidir. Çünki itirəndən sonra lazım deyil insan özünü vursun, öldürsün. Hər anın, valideynlərin, atanın, ananın, qardaş bacıların qədrini bilmək lazımdır. Yəni, mən arzu edirəm ki, mənim məsələn doğmalarım, Vəfa Quluzadə mənim doğma xalam oğlu idi. Yəni ki, biz bir yerdə böyümüşük, amma hər şey getdi. İndi yeganə Güllü xanım, siz qalmışsınız, siz məni yada salmışsınız, çox sağ olun. Mən sizə ən gözəl arzu, özümə nə arzu edirəmsə, sizə də onu arzu edirəm. Çox sağ olun Xatirə xanım, var olun. Allah sizi qorusun.